Kim benim ölüm yatağımda yatar? Bugün gedəcəyimiz yerler bayaq qeyd elədiyim kimi dağlar adlanır. Dağa ərəblər Cəbəl deyirlər. Cəbəl sözü dağ deməkdir. Hal-hazırda gəldiyimiz yer Cəbələ Sur adlanır. Yəni Sur dağı. Sur dağı haradır? Hazreti Peyğəmbərimiz Mədinədə buyurmuşdur. Demişdik ki, bildirmişdik ki, Peyğəmbərə Məkkədə yaşadığı dövrdə Məkkə Peyğəmbərin öz vətəni idi, öz şəhəri idi, doğulduğu, böyüdüyü yeri idi. Peyğəmbərliyə seçiləndən sonra cəmaatın içində, bəzilərinin içində Peyğəmbərə olan düşmənçilik qaynadı və Peyğəmbərə bir neçə dəfə suiqəstlər təşkil olundu. Həzrəti Peyğəmbərimizi hətta öldürmə qərarına gəldilər. Onlardan biri də birində Allah Teala agah elədi, hansı ki öldürülmə ehtimalı çox idi. Həzrəti Peyğəmbər əshabına, yoldaşlarına, yəni səhabələrinə dedi, kim mənim ölüm yatağımda yatar? Heç kəs deməyən, cavab çıxmayanda, heç kəs istəməyəndə Həzrəti İmam Əli əleyhissalam deyir ki, ya Rasulallah, mən yataram sənin ölüm yatağında. Peyğəmbərimiz məqsəd yönlü şəkildə bir neçə dəfə soruşur ki, cəmaatın görək kim istəyər, kim mənə görə ölümə gedər. Yalnız və yalnız İmam Əli əleyhissalamdan başqa heç kəsdən səs gəlməyəndə Peyğəmbərimiz razılaşır ki, Həzrət Əli onun ölüm yatağında yatır və Peyğəmbər tərk edir səhabələrlə bir yerdə, müsəlmanlarla bir yerdə əmr olunur Allahdan ki, Məkkə şəhərini tərk elə. Çıx Məkkə şəhərindən, neçə il olmayacaqsan burada, hansı ki neçə ildə olmadı. Haqqında ayə nazil oldu, həmin hadisənin haqqında. Ki, insanlardan eləsi var, ya Rasulallah, Allahın və sənin yolunda öz canını, şirinliyini demədən, öz canına baxmadan canını sənin yolunda fəda edərlər. Həzrəti İmam Əlinin haqqında tək özünə birbaşa 300-dən çox ayə nazil olub, onlardan biri də bu ayədir. Peyğəmbərimiz gəlir bu yerdə olanda düşmən izinə düşür. Birinci xəlifə Əbu Bəkirlə bir yerdə olur. İkisi bir yerdə qalxırlar, ən hündürdakılar, baxın, dağa. Və düşmən də əlbəttə ki, izləyir, ardınca düşürlər ki, hər ikisini öldürsünlər. Qalxırlar bir yerə kimi ki, ondan o yana yol yoxdur. Daldalanacaq deyirlər, yoxsa tupik deyilir bizim dildə. Yəni da yoxdur, çıxış yoxdur, heç yerə getmək yoxdur. Balaca bir yer olur, normal boyu olan insan sığılışanda güclə 2 nəfər sığışa bilər. Elə çox balaca yer. Hər ikisi sığışırlar ora. Peyğəmbərin yanında ayədə var. Yanındakı adam qorxur və orada da ayə nazil olur. Peyğəmbərimiz ona deyir ki, qorxma, Allah bizimlədir. Düşmən çatmağına bir neçə addım qalmış, bir neçə addım. Yəni belə deyə də 3-4 metr. Allah Teala xırda ordusundan biri olan hörümçəyə əmr eləyir. Hörümçək bir anın için, an bilirsiniz nəyə deyirlər? Saniyə bizim bildiyimiz çox qısa bir vaxtdır. An isə saniyənin, bir saniyənin içində neçə dənə an var. An saniyədən çox qısadır. Bir anın içində Allah Teala hörümçək vasitəsilə həmin o balaca yerdə elə bir tor hörür ki, gəlib çatanlar, düşmənlər ağıllarından da keçmir ki, bir dəqiqə məsələn bundan qabaq bura kimsə yerləşə bilər. Sanki neçə yüzünün torudur. Və qayıdıb gedirlər. Allah Teala Rəşad dağlının Allah qapısını açsın. O bir dənə yazmasında demişdi ki, Allah Teala o boyda iri Peyğəmbəri saxladı bir xırda hörümçəyi ilə. Bap balaca hörümçəklə, hörümçək elə bir həşəratdır. Nəzəlicə mən öyrənmişəm. Yaxınlarımızda balaca uşaqlar ki var, öyrənirlər onlar. Həyat bilgisi, fərqli fənlər var. Bir hörümçəyin 6 və yaxud 8 dənə ayağı olur. Bəzən elə olur ki, bir yerə dəyir torazada. Çəkilib çıxmaq istəyəndə öz ayağı qırılır. O qədər zərif, o qədər incədir hörümçək. İncə, heç bir şeyə qüvvəsi, qüdrəti çatmayan bir canlı o boyda bəşəriyyətin ən yaradılmış, ən üstün birinci ilk nuru olan Peyğəmbəri qoruyur. Allahın qüdrətindən biridir. Allah'a həmd olsun, bizlərə nəsib edib, arzusunda olanların hər birinə nəsib eləsin. Bu niyyətə Peyğəmbər alı Peyğəmbərə salavat zikr eləyək. Allah qəbul eləsin.